Aha. Deməli, bu bizim oldu çevrəmizin mərkəzi. Çevrənin var vətər, var toxunan, kəsən. İndi bunlar haqqında baxaq. Bax, toxunan nədir? Çevrə ilə bir ortaq nöqtəsi olan, bir ortaq nöqtəsi olan düz xəttimiz olacaq toxunan. Məsələn, A nöqtəsində toxundu. Bunun adı olacaq toxunan. Və yaxud da ki, deyək vətər. Vətər nədir? Vətərimiz çevrənin 2 dənə nöqtəsindən, 2 dənə hər hansı bir nöqtəsindən məhdudlaşmış düz xəttdir. Bax, yəni bu oldu məsələn, deyək ki, CB. CB vətəri oldu. Ən böyük vətər isə diametrdir. Bax, ən böyük vətər diametrdir. Sonra var kəsən. Kəsən nədir? Kəsən çevrəni ən az 2 nöqtədə kəsir. Bax, məsələn, bir burada kəsdi D deyək, bir burada kəssin E deyək. Bu hələ ki ilkin anlayışlardır. Məsələn, qövsümüz var. Qövsü tanıyırıqmı? Bax, CB qövsü. Bəzən belə yazılır, bura N yazılır. Məsələn, deyirlər CNB. Bax, qövsümüz. Və yaxud da ki, qövsü yanında da yazıb göstərə bilər. Yəni, bu bizə verir qövsü. Sonra nə edək? Sonra da keçək əsas məsələlərinə. Diametr nəyə bərabərdir? Bu olsun bizim çevrəmizin mərkəzi. Diametr bərabərdir 2 dənə radiusa. Bax, bura R-dir, bura R-dir. D bərabər olur 2R. Yəni, tutaq ki, bizə desə ki, diametr 10-dur, radiusu tap. Onda 10-u böləcək 2-yə, eləyəcək 5. Və yaxud da ki, radiusu verdi 4-dür, deyər diametr neçədir? Onda 4-ü vuracaqsan 2-yə ki, 4 vur 2 edir 8. Sonra nələr deyə bilərik? Sonra buradan deyək ki, var bizim bəzi bucaq münasibətləri, metrik münasibətləri var ki, məsələn, çevrəyə bir dənə toxunan çəkdik, baba. Birinci gəl mərkəzi bucaqdan danışım. Mərkəzi bucaq nədir? Başlanğıc nöqtəsi, bura 10 mərkəzi olsun. Başlanğıc nöqtəsi, burada mərkəzdəndirsə, 2 dənə radiusun. 2 dənə radiusun arasında qalan bucaq olacaq mərkəzi bucaq. Mərkəzi bucaq, deməli, söykəndiyi qövsə, burada AB deyim, AB. Mərkəzi bucaq söykəndiyi qövsə bərabərdir. Tutaq ki, bura alfadırsa, burada alfadır. Və yaxud da ki, alfa olmasın. Misalımızda bizə desin ki, bura 60-dır, onda burada 60-dır. Deməli, nə olur? Çevrəmizdə mərkəzi bucaq 2 radius arasında qalan bucaq idi və bu söykəndiyi qövsə bərabərdir. Yəni 60-dırsa, bu da 60-dır. Sonra var bir də daxili bucağımız var ki, bu daxili bucaq nədir? Daxilə çəkilmiş bucaq. Daxilə çəkilmiş bucaq da hər hansı 2 dənə vətərin arasında qalır. Hər hansı. Bax, məsələn, buradan bir dənə başlanğıc nöqtəsi olur, eləmi acaba? Bax, çəkdim. Aha, məsələn, A, B, C deyək. Bu da söykəndiyi qövs AC qövsü olduğuna görə, tutaq ki, AC qövsün 2 alfadır. AC qövsüm 2 alfadırsa, burada olur alfa. Və yaxud da ki, AC qövsüm olsun, tutaq ki, rəqəmlə deyək. Qaydamız budur da. İndi məsələn deyirəm, bax. Məsələn, bura 100-dürmü? Onda bu, bunun yarısına bərabər olur. Daxilə çəkilmiş bucaq söykəndiyi qövsün yarısına bərabərdir. Söykəndiyi qövsün yarısına bərabərdir. Sonra, məsələn, ola bilər ki, bax, eyni qövsə çəkilmiş bucaqlarımız olsun. Bax, belə bir bucaq çəkək. Eyni qövsə söykənsinlər. Eyni qövsə söykənən bucaqlarımız bərabər olur. Yəni, bura 50, burada 50 olacaq. Məsələn, deyək ki, buradan bax, eyni qövsə söykənsinlər. Yenə AC-yə söykənsin, burada 50 olacaq. Yəni, necə olur qaydamız? Eyni qövsə söykənən bucaqlar bərabər olur. Aydındır? Əla. Sonra bir dənə bizə çevrə verib. Məsələn, indi bu qaydanı tətbiq eləyək də, gəl. Və bu çevrəmizdə bir dənə O mərkəzi götürək. Belə bir mərkəzi bucaq versin bizə. Sonra eyni qövsə söykənmiş, daxilə çəkilmiş bucaq versin. Bura olsun, nə bilim, neçə olsun? Bura olsun 20. Bura olsun X. A, B, C.
Burada o'dur. Bizdən x-i soruşur. Neyniyəcəm? Mən dedim ki, bayaq daxilə çəkilmiş, yəni bu 20 bərabərdir nəyə? Bərabərdir söykəndiyi qövsün yarısına. Yəni bura 20-dirsə, bu da 40 imiş ki, biz bunun yarısını 20 götürmüşük. Bura 40 imiş ki, bunun yarısı da 20-dir. Ondan sonra bayaq dedi ki, mərkəzə çəkilmiş bucaq nədir? Mərkəzə çəkilmiş bucaq da bərabər olurdu söykəndiyi qövsə. Yəni burada olurdu 40. Всё. Belə bir qaydamız var ki, çevrədə əgər biz toxunan dedik, nə dedik? Bir dənə nöqtədə bir ortaq nöqtələri var da, deyə də bilmədim. Əgər çevrənin mərkəzindən toxunanı radius çəkirsənsə, həmişə həmin o toxunanın kəsişdiyi nöqtəyə o olacaq 90 dərəcə. Hər zaman belədir. Yəni sənə demirəm ki, bu hissəyə çək. Deyirəm ki, kəsdiyi nöqtəyə, həmin o nöqtəmizə radius çəkəndə olur 90 dərəcə. Və yaxud da ki, eyni nöqtədən əgər çevrəmizə eyni nöqtədən toxunan çəkiriksə, eyni nöqtədən, məsələn, bura bir dənə A nöqtəsi deyim, burada mərkəz olsun O nöqtəsi. A nöqtəsindən bir toxunan bura çəkirəm. Bir toxunan bura çəkirəm. Görürüm. Bir toxunan bura çəkdim, bir toxunan bura çəkdim. Bura B olsun, bura C olsun. Tutaq ki, onda bax, bura ilə bura bərabərdir. Hər zaman, deməli, bu nə zaman olur? Bir nöqtədən, eyni başlanğıcdan çıxan toxunanlarımız toxunanlarımız bərabər olur. Bərabər olur. Sonra nə edək? Sonra tutaq ki, 2 dənə kəsən verib bizə. Qoy buranı təmizləyim. 2 dənə kəsən verdi bizə. Bu 2 dənə kəsəndə belə, bir dənəsi də belə olsun. Qoy bizə saniyə. Birazdan da belə götürəcəm. Bura A'dır, bura B'dir, bura C'dir, burada D'dir. Burada nə var? Burada aralar arasında hansı əlaqə var? Deməli yazıram ki, A plus B bərabərdir C vuraq C plus D. Məsələn, nümunə göstərək buna da. Bir dənə çevrədir. Bu çevrəmizə yazaq belə. Buranı verib məsələn 4. Buranı verib məsələn 5. Nə bilim, bura olsun 11 tutaq ki, burada olsun x. Və yaxud da nə bilim, rəqəmləri dəyişə də bilərsən. İndi o baxır. Burada gəl bir dənə 12 götürüm də buranda. 12 mi götürüm? 13 götürüm də buranda. 13 götürüm. Deməli, nə edirəm? Bax, düsturda, burada bax, 4. Vuraq, 4 plus x bərabərdir 5. Vuraq, 5 plus 13. 5 plus 13'ümü də eləyəcək 18. Vuraq, 18. 4 plus x bərabərdir 5 vuraq 18 bölək 4-ə. Buradan 4 ilə 18'i ixtisar aparaq. Qalsın burada 2, burada 9. Bu da eləyir, hər tərəfi 2'yə vuracam. 2'yə vuracam ki, qoy bu virgüldən azad, kəsirdən azad eləyək. Hər tərəfi 2'yə vuracam. Vurum 2'yə, burada alınsın 8. Plus 2x bərabərdir. Bu 2 ilə bu 2 ixtisar geçsin, bərabər olsun 45'ə. 2x da bərabərdir. 45'dən də 8'i çıxım. Deməli, 45'dən də 8 çıxanda 37 qalır da. X da bərabər olur. 37'ni də 2'yə böləndə qalacaq 1 tam. Yox, 1 tam yox, estağfurullah. 18 tam onda 5. 18 tam onda 5. Yəni buranın x-i tapmış oluruq. Belə. Sonra məsələn nə ola bilər? Sonra bir dənə kəsən bir toxunan ola bilər. Məsələn 10-cu sinifin güvən sualına düşmüşdü güvənlə. Belə bir şey verir ki bizə bir kəsən bir toxunan. Məsələn bir dənə toxunan çəkin buradan.
burada B nöqtəsində tutaq ki, bu toxunsun və yaxud da A nöqtəsində toxunsun, fərq eləmir. Hər hansı bir hissəsini kəsdi, bu belə. Yaza bilərəm, bura D, bura B, bura C deyək, bura A deyək. Və bizə verib paranı. Buranı A, buranı B, buranı da C götürək. Nə edirəm? Onda. Bu daha asandır bayaqkindən. Deməli, yazıram belə. A kvadratı bərabərdir B vuraq B plus C. Vəsə. Bayaqkına bənzəyir, amma eyni deyil. Bayaq iki tərəfdə də bu cür yazmışdıq. Kəsən olduğuna görə, yəni belə olduğuna görə. Amma burada toxunandı artıq. Tutaq sual belə düşər. Məsələn, deyər belə. Qoy bir dənə də buradan. Bir saniyə. Buradan bir dənə toxunan, bir dənə kəsən versin. Buranı bax verər, məsələn, 36, buranı verər 24, buranı da verər x. Deyər bunu tap. Nə edirəm? 36 kvadratı bərabərdir 24. 24 plus x. Bax, bu cür düşmüşdür üstünağa. Deməli, buradan da, artıq buradan da x-i tapaq. Asan məsələdir. İstəsən belə tapa bilərsən. 24 plus x bərabər olar 36 vur 36 bölü 24. Yəni, ixtisar apararsan 12-yə. Burada 2 qalar. Burada 3 qalar. 2 ilə də 36-ya apararsan. Burada qalar 12. On 18. 24 plus x da bərabərdir. 18 də 3-ə vuranda 54. X da bərabər olardı 20-yə. Vəsə. Yəni, bax, belə asan ola bilir. Sadəcə düsturları qəşəng bilmək lazımdır. Bir də iki vətərin kəsişməsi var ki, iki vətər kəsişəndə nə edir? Yəni, bu da adətən imtahanda rastlaşdığımız formalardan biridir. İki vətər kəsişdikdə, deməli, belə olur ki, tutaq ki, bura A-dır, bura B-dir, bura C-dir, bura D-dir. Burada eyni xəttin üstündə, bəzən uşaqlar səhv salır ki, biz hansını vurmalıyıq? Eyni xəttin üstündə olanları bir-birinə vururuq. C vuraq D. Qoy buradan bu bir qələmlə yazım. C vur D bərabərdir. Eyni xətt dediyimə görə, bax, eyni xəttin üstündədirlər. A vur B. Bərabərdir. A vur B-yə. Burada, deməli, məsələn, yaza bilərəm belə. Yazaram ki 2, buranı məsələn 3 götürərəm, buranı x götürərik, buranı da götürərəm məsələn olsun burada 4 olsun, tutaq ki. Buranı da gəl artırım eləyim neçə? Ya da artırmayacam, belə qalsın. Artıracam ya da dayan, görün buranı 6 eləyəcəm. Deməli, eyni xəttin üstündə olanları vururam. Bax, eyni xəttin üstündə 4-ü vururam x-a. 4 vur x bərabərdir. 2 vur 6-ya. X da bərabərdir. 12-ni də 4-ə böləcəm. Alınacaq nə? 3. Vəsə, x-im neçəymiş? 3. Sonra nə ola bilər? Sonra məsələn bucaq münasibətləri var ki, kəsənlə məsələn ola bilər toxunan arasında və yaxud da ki, iki kəsən arasındakı bucağın tapılmağı, iki vətər arasındakı bucağın tapılmağı, onda nə edəcəyik? Biz bax bilirik ki, tam bucaq 360-dır da, yəni çevrə verdiyinə görə bizə bu 360-dır bu arada. Çevrəmiz 360 dərəcə olur. İndi burada təsəvvür edirik ki, iki vətər kəsişib. İki vətəri kəsişdirdim. Məsələn, belə kəsişdirəcəm. Mənə buranı alfa verib. Buranı A deyim, bura B deyim, burada C deyim. Buradan alfanı tapanda nə edirəm? Bax, alfanın qarşısında duran qövsü, AB qövsümüzü üstünə gəlirəm, bax, burada arxada duran qövsü, CD qövsünü bölürəm 2-yə. Buradan sənə alfa bucağını tapmış olursan. Sonra məsələn, 2 dənə kəsən arasında bucaq var. 2 dənə kəsən arasındakı, kəsən dedik, nə edir? Ən azı 2 nöqtədə çevrəmizi kəsdi. Və bura A deyək, B deyim, C deyim, məsələn, D deyim, E deyim burada. Burada nə edirik? Burada alfa bucağıdır, tutaq ki, burada yadımızda saxlayırıq belə.
böyük qövsdən, bax böyük qövsdən CE qövsündən çıxıram kiçik qövsü BD-ni bölürəm 2-yə. Bərabər olur alfaya. Məsələn, olar ki, heç məsələn alfanı istəmədi da. Deyək ki, alfanı istəsə asandır. Hə, nə var ki, bura məsələn 40 desə, bura 20 desə, 40-dan 20-ni çıxırsan, bölürsən 2-yə alınır 10. Tutaq ki, verərdi bizə qövsləri. Deyərdi ki, məsələn, bura olsun 60, bucaq olsun məsələn 10. Bucaq 10 olanda bizdən BD qövsünü istəyərdi. Yəni deyərdi ki, alfada 10-dur, BD qövsünü tap. Onda yazardım ki, 60 çıxaq. Məsələn, BD-yə də x deyərdim. Bölə 2 bərabərdir 10-a. Məxrəcə 1 yazıb çarpaz vura bilərsən. 60 çıxaq x bərabərdir 20-yə. X da bərabər olur 40-a. Deməli, digər kiçik qövsümüz 40 imiş. Bu oldu iki kəsən arasındakı. Amma bir şey də var ki, kəsən və toxunan arasındakı bucaq da eyni düsturla tapılır. Kəsənlə toxunan arasındakı. Yəni tutaq ki, biri buradan toxundu. Deyək ki, bu toxunanımız olsun. Burada toxundu. Hər hansı bir hissədən də kəsdi. Bu da kəsdi. Aha. Burada da eyni deyək. Bax, buranın CE eyni bayaqki nöqtələrlə adlandıracağım. B, D, burada A. Bura deməli olur nə? Bura olacaq yenə böyük qövsdən, yəni CE qövsündən çıxacam kiçik qövsü. Burada bir dənə alfa deyim. BD qövsünü böləcəm 2-yə. Bərabərdir alfaya. Yəni bax, eyni düsturla tapılır. Nə eyni düsturla tapılır? 2 kəsən arasındakı bucaqla bir toxunan və kəsən arasındakı bucaq eyni tapılır. Amma bunun toxunan arasındakı bucağın bir neçə elə bil ki, növü var. Məsələn, deyək ki, belə olardı. Əgər bu hər hansı bir nöqtədən keçib da, amma kəsənimiz iminli keçsəydi ki, belə deyim də, diaqonaldan kəssəydi. Tutaq ki, bax, şəkildə belə deyək də. Bu çevrəmdir, bu kəsənimdir və bura O mərkəzidir. Buradan kəssəydi, diametr kimi, belə. Kəssəydi, burada nə olur? Bura B, bura deyim D, bura mən C, burada məsələn A deyək. Burada necə olacaq? Burada bax bu kiçik qövsümdən, BC qövsü ilə alfanın cəmi mənə verir 90-ı. Və yaxud da ki, böyük qövsüm ilə BD-nin fərqi, alfanın fərqi mənə verəcək 90 dərəcəni. Tutaq ki, buranı 70 verər. Deyər ki, alfanı tap. Mən də yazaram 70. Çıxaq alfa bərabərdir 90-a və yaxud da 70 verməsən, biraz böyük deyək. 100. Onda mənfi alfa bərabər olurdu. Mənfi 10-a, alfa da bərabər olur 10-a. Bu nə zaman baş verir? Əgər kəsən diametrdən keçsəydi. Sonra bir də var ki, 2 dənə toxunan arasındakı bucaq. Deyək ki, bir dənə çevrəmizdir və 2 dənə toxunan arasından bucaq keçirdirik. Aha, bu zaman nə baş verir? 2 dənə toxunan arasındakı bucağı tapanda da B, C, burada bir dənə A deyim. Hə, burada nə edirik? Burada da bayaq eyni düsturlardan yazmışdıq. Nə etmişdik? Böyük qövsdən çıxmışdıq kiçik qövsü, bölmüşdük 2-yə. Bax, artıq bu üçüncü fiqurdur ki, eyni düsturu istifadə edə bilirik. 3-cü metrik məsafədir. Bax, böyük qövsdən kiçik qövsü bölürəm 2-yə bölürəm. Böyük qövsdən kiçik qövsü çıxıram 2-yə bölürəm. Eynisi böyük qövsdən kiçik qövsü çıxıb 2-yə bölürəm. Bu da mənə verir, deməli, 2 toxunan arasındakı bucağı. Və yaxud da ki, bunun üçün asan bir qaydamız da var. Əgər bir dənə qövsü bilirəmsə, məsələn, BC qövsünü bilirəmsə, bura bir N deyim, burada M deyim. BNC qövsünü bilirəmsə, BNC qövsü ilə alfanın cəmi mənə 180-i verir. Həmişəmi? Hər zaman. Həmişə belədir. Sonra bir də başqa görüm yadımdan çıxan nəsə varsa onu da deyim. Yox, elə bu qədər. Bir də var nə? Bir də o var ki, hansı dörd bucaqlının, bəzən sualda rastlaşır ki, hansı dörd bucaqlının daxilinə çevrə çəkmək olar? Hansı dörd bucaqlının daxilinə çevrə çəkə bilərsən? Allah qoy, bir dənə fiquru çəkənmədimi? Hə, məsələn, belə olsun, fərqli bir şeylər olsun. Bu nə zaman daxilinə çevrə çəkmək olur? O zaman daxilinə çevrə çəkmək olur ki,
qarşı-qarşıya olan tərəflərin cəmi bərabər olsun. Qarşı-qarşıya olan, məsələn, A ilə B-nin, C ilə D-nin. C plus D bərabər olsun A plus B. Bəs hansı fiqurları çevrənin daxilinə çəkə bilərsən? Hansı dördbucaqlını? Bu da qarşı bucaqları bir-birinə bərabər olan fiqurlardır ki, bunların, məsələn, burada deyək ki, A-dır, bura A, B, C, D deyək. Burada A ilə D bir-birinə bərabər olmalıdır. Bucaq A ilə bucaq D. Bucaq C ilə də bucaq B bir-birinə bərabərdirsə, hə, bu artıq düzgündür. Yəni çevrənin daxilinə çəkə bilərik. Bir də çevrənin uzunluğunu da necə tapırıq? 2pi r-lə. Və yaxud da ki, bayaq dedik ki, diaqonal 2 r-ə bərabərdir. Ona görə buradakı 2 r-i diaqonalla da əvəz eləmək olar. Yəni d pi d ilə əvəz eləmək olar. 2pi r kvadrat da bunun sahəsidir.